Yay fəslinin ortaları olmasına baxmayaraq Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhalி arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyətin aktuallığını göstərir. Bu fonda mərkəzləşdirilmiş istilik sistemlərinin yenidən işə salınıb salınmayacağı məsələsi gündəmə gəlib. Məsələ ilə bağlı Azər İstilik Təchizatından bildirilib ki, istilik sistemlərinin yenidən işə salınması yalnız kəskin və şaxtalı hava şəraiti müşahidə olunduğu hallarda mümkündür. Qeyd olunub ki, ötən il ölkədə hava şəraiti ilə əlaqədar istilik mövsümü uzadılmışdı. Lakin cari ildə müşahidə olunan sərin hava şəraitinə baxmayaraq şaxtalı günlərin qeydə alınmaması səbəbindən istilik mövsümünün müddəti artırılmayıb. Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aparılan müzakirələr çərçivəsində istilik mövsümünün müddətinin optimallaşdırılması istiqamətində təkliflər hazırlanır. Çoxillik meteoroloji göstəricilər nəzərə alınmaqla gələcək illərdə istilik mövsümünün daha erkən başlaması və ya daha gec başa çatması ilə bağlı dəyişikliklərin edilməsi istisna edilmir.